Ki bir adam ki dünya pərəst adamdır, onun şükür eləməyindən ona nəsə fayda olacaq? Mənfəətdən əlavə, nemətlərin çox almasından əlavə, nəsə bir faydası olacaq ya yox? İkinci suala cavab verim. Cavab budur ki, bir insan dünya pərəstdir. Ölür də dünya üçün. Allah ona dünyanı verir, bu da deyir, ilahi minnətdaram. Minnətdaram, təşəkkür edirəm sənə. Bunun üçün eləyir ki, Allah əlindən almasın, daha da artırsın. Bu ki, ilahi minnətdaram dedi, Allahın əlinə bəhanə düşür. Allah mələklərə baxır, deyir, baxın görün, bəndən məni yad elədi. Nəyinə görə, dünyasına da görə olsa. Hər halda bildi ki, mən ona verirəm. Mənim bəsimdir. Bu təşəkkür elədi. Çox şey istəmir Allah bizdən. Hədisdə var, nemət verdi, şükür eləyin, günah elədi, istiğfar. Çətindir. Sənə bir şey verdi, dinən çox sağ ol, günah da elədi, dinən bağışla. Bu iki şey deyir hədislər bizə. Bir dünya pərəst adam öz mənfəətinə görə Allaha şükür elədi. Var da belə adamlar ki, qorxur, hey istəyir razı salsın, şükür, qorxur ki, əlindən alınlar, hey şükür eləyir. Ancaq dünyasına görə elədi. Onun ürəyində bir nur yaranır bu şükrə görə. Allah gör necə ovlayır adamları. Onun ürəyində bir nur yaranır. Dünyasına görə də olsa Allahı yad elədi. Allaha diqqət elədi bir anlıq. Bir zərrə nur yaranır. Allah o nura istinad eləyir, onun qəlbini nura bürüyür, yavaş-yavaş hidayət eləyir. Da dünya pərəst olmursa bax. Olur axirət pərəst. Bir dənə ədəb göstərdi Allaha, təşəkkür elədi. Allah dərhal əlindən tutur, çəkir öz yoluna. Deyir, yox, dünyasına da görə olsa, başqa dünyasına görə olanlar var ki, məni, bu ki, bildi mən verirəm, bəsimdir. Bir şey, bildi ki, mən vermişəm. Və yoxdur, dünyasına da görə olsa, məni yad elədi, mənə minnətdarlıq elədi. Mən də onun qəlbini islah eləyəcəm. Görsən, nə qədər asan yoldur Allaha gedən yol. Ruh qəribə bir varlıqdır. Allah da qəribə davranır insanlarla. İnsanın ruhunda bir dənə fəzilət olsa, qalan ruhun hər şeyi ölmüş olsa, bir dənə diri bir şey saxlasa, o bir dənə diri şey səbəb olur ki, bütün o yatmış fəzilətləri oyatsın. Allah belə bir xüsusiyyət qoyub ruha. Allah hamımızın ürəyində bir zərrə nur axtarır ki, ondan yapışsın, ürəyimizi düzəltsin. Onun ən asanı şükürdür. Şükür heç nə tələb eləmir. Heç namaz da qılmırsan. Deyirsən, çox sağ ol, minnətdaram. Bunu təkrar elə, Allah mələklərə deyir ki, baxın görün, bu məni yad elədi. Hər nəyə görə olsa, məni yad elədi. Məni xatırladı. Bu mənə bəsdir. Mən bunun qəlbində yatmış başqa fəzilətləri, bu bir fəzilətin hesabına oyadacam. Şükür etdisə, ən aşağı adam olsa da, Allah başlayır ondan haqq hesaba və başlayır onu uzatmağa. Bir dənə təşəkkür elədi və səlam. Məcazi desək, məcazi mənada desək, Allah özünü öldürür şükür eləyən adam üçün. Məcazi mənada desək. Deyəsən, ilahi bu böyük bir iş görməyib axı. Çətin də bir iş görməyib. Allah deyir mələklərə, yox, siz bilmirsiniz, bəndən məni yad elədi. Neymətin dalında, arxasında məni gördü. Gördü ki, mən verirəm, mənim bəsimdir. İndi görün onunla necə davranacam. Onu çəkəcəm salihlərin yoluna. İlahi, o sənə heç nə verməyib, verə də bilməz. Sən vermisən artıqlaması ilə, bu da bir dənə çox sağ ol deyib. Allah deyib, bir dənə çox sağ olu bəsimdir ki, onun hər şeyini dəyişib. O mənə təşəkkür elədi, hər nəyə görə. Mən də özümə layiq ona təşəkkür eləyəcəm. Allah çox həssasdır şükür məsələsində. Ən sadə fitri hisdir, balaca uşaqdır, heç məktəbdə görməyib bir şey verəndə deyirlər ki, nə deyərlər, deyir, çox sağ ol. Bu fitrətdə qoyub. Deyib, bu fitrətin ən zəif nurunu da içində saxlayıbsa, mənim bəsim. Fitrətin ən zəif, yarananda hamı bunu bilir ki,
bir yaxşılığa təşəkkür eləyərlər. Mənfəətpərəst olsa da fitrətin bu zəif nurunu saxlayıbsa, mən onu sağaldacam. Rahatdır Allaha gedən yol. İnsafla cavab verin, öz ürəyinizdə cavab verin ki, rahatdır, Allah nə istəyir insandan? Bir şey axtarır ki, ondan yapışsın, onu da eləmir bəziləri. Görsən nə qədər rahatdır Allahla davranmaq, Allaha bəndəlik eləmək. Ona görə cəhənnəmə gedən adamların haqqıdır cəhənnəmə getsin. Cəhənnəmə gedən adamlar doğrudan da layiqdirlər cəhənnəmə. Demir mənə nəsə elə. Deyir mən sənə verim, sən bir dənə çön mənə dinən ki, çox sağ ol, minnətdaram və salam da. Bu bir dənə çox sağ olun əvəzi olaraq səni dəyişəcəm. Sən ürəyində nur yaradacam. İndi bunu da bir bəndə eləmirsə layiqdir cəhənnəmə getməyə. İnsafən layiqdir.